Salur Qazanın evinin yağmalanması boyunda görülən yuxular əsasında doğru müqayisələr mühüm. Çoban yuxunu yurda hücumdan əvvəl, Qazan isə hücumdan sonra görür. Bu yanlışdır. Çoban yuxunu yurda hücumdan sonra görür. Çoban yuxunu qardaşına danışsa da, Qazan danışmır. Yanlışdır. Qazan yuxunu qardaşı Qaragünəyə danışır. Qaragünə də onu qismən yutur. Çoban yuxudan sonra döyüşə hazırlaşır. Qazan isə yurduna baxmağa gedir. Doğrudur. Təpə boyda daş yığır orada çoban. Qazanın yuxuda gördükləri məlum olsa da, çobanın yuxusu məlum olmur. Çobanın yuxusu məlum olmur. Qazanın yuxusu bəli məlum olur. Məlum olur ki, barmaqları qan içindədir, saçı uzanıb gözünü örtüb və s. Cavab 3, 4'tür burada.